Salam, xoş gördük əziz səhifə izləyicilərimiz. Demək, hal-hazırda Şaftalı bağındayıq və Şaftalı budamasını sizə çəkib nümayiş etdirəcəyik. Yəni çox saylı suallar var, çox saylı bilirik ki, problemlər də var, yəni budama ilə bağlı. İndi ətraflı şəkildə izah edəcəyik. Təbii ki, bu işdə bizə mütəxəssis lazımdır. Yəni bu işdə anlayışı olan, sırf həm budama işindən anlayışı olan, yəni bu işdə də bizə Elçin müəllim köməklik göstərəcək. Yəni həm aqronomdur, həm də özü budama üzrə mütəxəssisdir. Yəni bəzi səbəblərdən də üzünü çəkməyəcəyik. Yəni özü də istəmədi üzünü çəkmək. Yəni indi özü ətraflı şəkildə izah eləyəcək budama işini. Sən bir də ağacı çək. 2 illik ağacımızdır. İndi budama işini Elçin müəllim, bu budama işi necə gedəcək? Yəni 5-in 3-ə əkim sxemində, yəni bu ağacda budama şəkli necə olmalıdır? Yəni budamanın adı nə gedir? Budama şəkli olmadığının budaması. Bunda 7 lider var, 7 lider. Çalışıyor bunu liderler ağacın sütunları sayılır. Çalışıyor bunu liderleri indirək, sütunları indirək 4'ə 5'ə. Şimdi ben birinci növdə ne etməliyəm? Birinci növdə bunu ki sıfırlamalıyıq. Sıfırlayan nasıl dikləri, dik budaqları götürməliyik. Hava, güneş budaqların içeri düşsün diye, bir de dərmanlamada dərmanı qəbul etsin diye içerilər sıfırlamadan, sıfırdan. Diklər də, bir de ara mesafəyə də fikir verəcəm, mən sizə onu göstərəcəm. Ve liderlerin ara mesafesi 30, 45, 40 derece mesafe, 40 santim olmalı ara mesafe ve bucaqlar ise deməli, yan bucaqlar ise liderlerin olmalıdır 45 derece bucaq altında. Ola bilər mesela bu 45 derecədir bu budaq, 45 derecədir bu 90 derece bağışlayın. 90 derece düz yaxşı işığı güneş alan kabul edir. Ama ki meyveye yük getirme qabiliyyətinə qadir deyil. Buna görə bunlar hamısı indi qaldırmalıdır. 45 derece, 45 Yəni 60 derece 90 santilə kesilmez, sıfırlamalıdır. Minimum 45-60 derece bucaq altında. 45 qalmalıdır. 45 60 derece bucaq altında. Bir de ortalar sıfırlayacağım. Bakın içinde. Bir de rəqibləri götüreceğim ve size hamısını birini göstereceğim. Yəni proses aram-aram geçsin ki, izləyicilərimiz də yəni tam olaraq anlasınlar. Bir lideri götüreceğim, indi bir lideri götüreceğim. Dik ilan götüreceğim, dik ilan. Bu sırf ağacın mərkəzinə, yəni gün şüası düşmək Şimdi üçün. ben maksat oldu. Maksat oldu. Üstə düşüb dağlarla götürülür, sıfırlayıram bunları. Hə, mane olan budaqlar. Mane olan, üstə düşüb dağları. Bu dağlar təmizlənir də. Təmizlənir. Ara mesafə fikir verirdim. Arası bir qayçı olmalıdır, ara mesafə. Ara mesafə. Bir qayçı yoktu burada. Burada sıfırlanmalıdır. Bir qayçı oldu burada. Buram sıfırlanmalıdır. Bu rəqibdir də yəni. Rəqibdir bu. Yəni burada içərilər sıfırlamalıdır. Bir qayçı. Yəni hava güneş yola düşsün diye. Yani bu dikiden sıfırlayıyor. Dikiden. Üstə düşüyor. Deməli burada kırmızı var, kırmızı. Kırmızı deməli bu kırmızı elə möhkəmlənmir o qədər. Yəni bunu hormonlar o qədər meyvə getirmək adına taqəti yoxdur belə. Ona biz bunu harda bu ağ budaqda. Yəni ağ budaqda meyvə getirmək qabiliyyəti var ağ budaqda. Bu elə oduncaqlaşmır. Oduncaqlaşmayan yerdə də deməli bunu meyvə tab getirmək qabiliyyəti yoxdur. Onun üçün onu çalışmalı ki, bariydən çubuğa. O beləçə. Yəni siz meyvəni saxladınız, yəni əlavə olaraq. Qırmızı oduncaqda sıfırlayır qırmızı. Yəni ki, meyvə gətirmə qabiliyyəti yoxdur, tab gətirmə qabiliyyəti. Aydın.
Bu çox yayılıyor, bunu götürürük. Aşağıda bu. Demək olar ki 90 dərəcə sayılır. Ona görə Bəli, bəli, bəli. ağacın içinə gedən budaqlarda bunlar ona görə Bəli, bəli, götürülür. bunları sıfırlayırıq. Yəni, izah edək ki, bu izləyicilərimiz tam olaraq Bunlar hamısı sıfırlayıram bunları. Yəni bir qayçı, yəni 30 15 20 sm ara məsafə. 90 santidir da o budaq. Bəli, bəli. Hə, 90 dərəcə. 90 dərəcə. Ara məsafədə 30-35 sm. Hə, hər budağın arası, deməli, 30-35 sm. bu budaqla bu liderin arasında 30-35 sm məsafə olmalıdır. Biz bu ağacı neçə lideri saxlayacağıq təxminən? 4 dənə 5 dənə minimum. Bəs eləyir də. 5 dənə bəs. Biz bunu götürürük indi. Yəni 3 şeydir bu. Bu liderli ağacın değer noktaları sayılır. Ağacın, o budağın içini təmizləyirsiniz. Bəli, bəli. Yəni içəri gedən. Yəni görürsün bura kırmızı meylidir. Daha bu meyve sumu saxlayabilmez, meyve saxlayabilmez. Böyle bu oduncaq, ağsa bunun rengidir. Ağ oduncaq meyve qadir saxlamaya. Aydındır mı? Yəni azaldırsınız da siz Bəli, meyvəni. azaldım. Bəli. Keçək. Ocağı da götürün. Yəni o qədər saya ehtiyac yoxdur da. Yok. Önemli değil. Çünkü yani sıfır değil bunlar içlerini. Yani bir karşı yani güneş alırsın diye. Bir de derma asanlığı kabul olsun diye. Sən buranın ortasını da çəkərsən, göstərərsən. Hissəsini sonra. Tabii. Deməli burada liderlər oldu. 1, 2, 3, 4, 5, 6 lider. 6 lider. 1, 2, 3, 4, 5, 6. Tamam bunu götürürüz biz. Deməli qaldı 5 lider. 1, 2, 3, 4, 5 lider. 5 lider. Saniye 2, 3, 4, 5, 5 lider. 5 lider. Deməli bu məsafə də deməli 2 liderin arasında məsafə 30-35 sm. 30-40 da qaldı. Yəni ki hava şəsin deyə. Ya çox sıvı olmasın. Mərkəz boşaldıldı, yəni sıfırlandı bütün budaqlar. 5 lider. Yəni bunlar da saxladıqlarımız da meyvə budaqlarıdır hamısı. Bunlar ki meyvələr hamısı. Bunlar da meyvələr. Yəni bu inşallah bu il meyvə inşallah gətirəcək də. Yəni İnşallah. Hamısı meyvə gözəldir. Sertifikatımız da olmalıdır. Mütləq olmalıdır. Mütləqdir bəli. O proseslər nə vaxt gedəcək? Yəni o seyrətmə prosesi. Xırda tumurcuda olar ki, xırda o vaxtı olar ki. Fındıq boyda olar. Təxminən vaxt nə vaxtı onların seyrətməsi? Təxminən may ayına düşür, yoxsa mayın axırlarına belə. Mayın axırlarına. 2 dəfə gedəcək. 2 dəfə. Bir mayın axırı, bir də sonraki dövrəmdə. Bəli. Bax bu qaydadadır dostlar. Onu da göstərdim. Yəni bir ağac da burada budamışıq. İzləyicilər, yəni buna baxa bilərsiniz. Orta hissə boşaldıldı, yəni sıfırlandı. Bütün nə budağı varsa hamısı kəsmişik. Yəni bunlar saxladıqlarımız meyvə budaqlarıdır. Yəni bu ortada da heç bir budaq saxlanılmayıb. Yəni orta boşaldı. Bunlar da meyvə budaqlarıdır. Yəni inşallah meyvə gətirilən vaxtı, yəni bunlar seyrətmə də getməlidir. Yəni bir də deməli bunları da diqqət yetirin. Yəni bir qayçı qədəri məsafə. Yəni bunlar bax məsafə qalmalıdır. Bunlar da vacibdir. Yəni dərin bunu vursa günəş alanı içəriyə daxil olması.
Çox sağ olun, təşəkkür edirəm Elçin bəy, minnətdaram. İndi inşallah növbəti verilişlərimizdə də, növbəti çəkilişlərimizdə də digər meyvə, qaysı, ərik, gilas, yəni bu çeşidlərin də budamasını aparacağıq. Yəni bizdən xahiş edirlər, bunların da budamasını inşallah çəkib göstərəcəyik. Başqa nəsə əlavə sualınız olsa, yəni budama ilə bağlı, ola bilər nəsə fikrimizdən çıxar, nəyisə izah eləməyə, yəni fikrimizdən çıxar, buyurun müraciət edə bilərsiniz. Yəni ətraflı yenə izah verəcəyik. İzləmədə qalın, yenə çəkilişlərimiz olacaq. İzlədiyiniz üçün çox sağ olun, minnətdaram.